9-da. Baxıram nə var? Bat gördüm orada. Batdan sonra nədir? Təsdiqdir. Batdan əvvəl inkar olmalıdır. A, B, E variantı getdi. C qaldı, D qaldı. Və görürəm ki, orada mənə ipucu, köməkçi veribdir. Do, köməkçisi do olan don't have to olacaq C variantı. Can ola bilməz. Çünki can'in köməkçisi özüdür. Əgər burada boşluqdan sonra can versəydi, onda cannot götürə bilərdik, can't götürərdik. Amma but I usually do verdiyinə görə mən C variantı götürəcəm. Aydın oldu mu? Can verilə bilir orada, but I usually. Verə bilməz. Yox, əgər do'nun yanında, yox. Do'nu atsaydı, do'nun yerinə hə verə bilərdi. Versəydi onda D variantı olardı. Hansı? 13-də. Yorğun hiss edir. A variantı, able-ın to'su yoxdur. Ought-un to'su yoxdur. Has-lə to'nun arasına söz girməz. Ought-un to'su yoxdur. E variantı. To ilə işlənən, to ilə işlənən hansı modallardır? Have to-dur, ought to-dur, able to-dur. Bəli. To be able to, ought to, have to. 3 dənəsi. Sonra 18. Nöqtələrdən sonra to gördüm. A variantında want-un B'si yoxdur. Have-lə to'nun arasına söz girməz. C-də able-ın to'su yoxdur. E-də should-dan sonra to işlənməz. D variantı. Will be able to. Orada deməyin bir cümlədə ki, inkar olmaz. Görsün, whether bağlayıcı ilə bağlanıbdır. Mənim 2 dənə cümləm var. Biri I don't hissəsidir. Biri də will-dən sonrasıdır. Hə. Sonra 23. 23-də but I 21 bir də 23. 21. 21-də boşluqdan sonra to gəlibdi. Should to ilə işlənməz 2 getdi. Must to ilə işlənməz 4 getdi. Will'in B'si yoxdur 5 getdi. 1, 3 qaldı E variantı. 1, 3. Kimsə hansı? 21-ə baxdıqda qayıtdı təzədən 21-ə. 23-də contact gəlibdi, to'su yoxdur. A variantında ought-un to'su yoxdur. D variantı had-lə to'nun arasına söz girməz. E variantında able-ın to'su yoxdur. B variantında have-in to'su yoxdur. Qalır cavabım C variantı. E variantında zaman uzlaşmasına. Bəli, indi modalda demişik ki, birinci addım to'ya baxmaqdır. İkinci addım zamanlardır. Üçüncü addım təsdiq inkardır. Ən axırda çarəsizlikdə tərcümədir. Amma tərcüməyə də yenə də baxmalıyıq da. Onsuz da elə düşəcək ki, suallar rahatlıqla tərcümə eləyə biləcəksiniz. 38. 38-dən. Need not. Aha, gəldik. Drive gəlibdi. To'su gəlmir. Və valla bundan əliyirəm. B variantında should-la to işlənməz. C variantında have-lə to'nu, bəli. Have-lə to'nun arasına söz girməz. D-də have-in to'su yoxdur. E-də ought-un to'su yoxdur. Qalır cavabım A variantı. Əgər need-dən sonra not gəlibdirsə, deməli, to işlənməyəcək, birbaşa feil gələcək. Bu da olur modal ehtiyacı olmaq, modal feili. Amma need əsas feil olsa, ondan sonra feilin arasında to gələr və istənilən əsas nitq hissəsi də işlənə bilər. Need əsas feildirsə, feil gələrsə to ilə gələcək və istənilən əsas nitq hissəsi gələr. Amma need modal olarsa, özündən sonra birbaşa feil gələcək, heç nəsiz. Sualı inkarı da özü ilə düzələcək. Yəni, belə düşünün də, need-i bir must kimi düşünün, must modal feili kimi. Onun xüsusiyyətlərini yükləyin need-in üzərinə. Nə olacaq? Sualı inkarı özü ilə düzələcək. Özündən sonra to işlənməyəcək, zamana düşməyəcək. Olduğu kimi qalır. 39-da nöqtədən sonra to gəlibdir. A variantında should-dan sonra to gəlməz. D-də will'in B'si yoxdur. E variantında have-lə to'nun arasına söz girməz. B variantında mən bunu sizə, yox B deyil. B variantında sizə qısaca necə deyirəm? Deyirəm ki, əsas feildirsə, yox, elə uzun-uzadı demirik. Elə denən ki, need-lə to'nun arasında not girməz. Çünki onun inkarı need-dən sonra to gəlibdirsə, bəli, əsas feildir, özündən sonra to gəlibdirsə, mən onda need-in inkarını don't-la, doesn't-la, didn't-la düzəltməliyəm. Özü ilə düzəlməyəcək. İndi uşağa belə izah eləyəndə uzun-uzadı yadında qalmır da ki, gərək fikirləşək ki, bu əsas feildir. Əsas feildirsə do, does, did gəlməlidir. Onu 10 uşaqdan ikisi fikirləşər də o formada. Ona görə o çoxluğu da fikirləşib deyirəm ki, need-lə də to-nun arasına söz girməz. Deməli, need not to ola bilməz. Qısaca belə. Onda daha rahat yadında qalır.
Çünki o zaten onu qarışdırır da əsas feil xüsusiyyətlərini, modal feil xüsusiyyətlərini. Ona mən lakonik nəsə bir şey deməliyəm. Ona görə də B deyirik. B getdi, need-lə to-nun arasına söz girməz. E-də have-lə to-nun arasına söz girməz. A-da should-un to-su yoxdur, olmaz. D-də də will-in B-si yoxdur, qalır C variantı. Burada bəzən uşaqlar qarışdırırlar. Bax, C ilə D-yə ayrıcalıqda baxaq. Will-i görən kimi deyir ki, ay müəllim, onda B-si yoxdur axı. Səhvdir axı. Orada able deyil, o have to-dur. Mənim modalım able to-dur. Modalım have to deyil ki, able to-nun gələcəyində bəli will be olur. Sonra 42. İnkar birinci tərəf təsdiq edir. Baxıram E variantını çıxıram. Have-lə to-nun arasına söz girməz. D variantında will-in B-si yoxdur, getdi. C variantında baxıram ki, to yoxdur. C variantı getdi. O-tun to-su yoxdur, getdi. Qaldı cavabım A variantı. You may borrow my new dress. Ala bilərsən deyir. Mən borc ala bilərsən yeni donmu. Ancaq deyir, sən onu çirkləndirməməlisən. A variantı. Sonra 49-dan. 49-da, özü verib də, vergüldən sonranı can he şəklində veribdir. Köməkçi üstəgəl şəxs əvəzliyi verib. Bu disjunctivedir də, disjunctive question'dır. Vergüllə ayrılıbdır. Vergüldən sonra köməkçi, sonra şəxs əvəzliyi adlıq gəlibdir. Vergüldən sonra təsdiqdirsə, bu tərəf təsdiqdirsə, vergülə qədər inkar olmalıdır. Birinci tərəf inkar olmalıdır və modalım da can-dir. Can-ın özündən verməliyəm. İnkar can E variantı. Can. Aydın oldu mu? Zaten mən orada can-i görən kimi şuda can-lə cavab verə bilmərəm. Able to-ya can-lə yox, is-lə cavab verməliyəm. Must elə özündən. B qalır, E qalır. Vergüldən sonra təsdiqdirsə, vergülə qədər inkar olmalıdır. E variantı. 224. Bitdi. İndi bir neçə dənəsinə baxaq. 51-dən sonra gedək də o biraz çətinlərə. Deməli 51-də. 51-də nə olacaqdı cavab? Sən gözün bax. Baxaq görək də. A variantı asandır. To-su yoxdur. D-də have-lə to-nun arasına söz girməz. E-də də able-ın to-su yoxdur. Bax görürsən, zaman məsələsi yoxdur ki, zamana baxın. Təsdiq inkar yoxdur. Mən məcbur tərcüməyə getməliyəm. Deyir ki, uşaqlar, stranger, yad adamlarla gərək danışmasınlar. B variantı. C-də deyirəm danışmalıdırlar. Uşağa deyə bilmirəm ki, mən git yad adamlarla danış. Deyirəm ki, yolda, çöldə yad adamlarla danışmamalısan. Danışmaq olmaz. B variantı. Biabır olduq. Biabır olduq. Sonra Mənim YouTube olmazsınız, qorxma, üzünüzü görmürlər. Sonra Neşin olmaz. Səsin bilsən nətər gedir ora? Nəsə gedir səslər. Mən sonradan videolara baxmıram, xəbərim yox. Mən səsim yararsız bir şey olur. Allahım, videolarda axtarmısan səsini? Yoxsa ümumiyyətlə indiki təcrübələrindən deyirsən, hə? Arxandan soruşdu, arxan deyib baxmışam. Səslərimiz nətər gedir? Normal. Normal. Aydın eşidilir? Bəli. Bəli, tam biabır ola bilərik. Aha, 57-yə qədər. Mən tanıyırım. Hamı tanıyır səni? Mən zarfat. Baxırıq 53-ə. C düzdür. Nöqtədən sonra to gəlibdir. Kəndən sonra to gəlməz. Kəndən sonra to gəlməz. A getdi, D getdi. Sonra ikinci tərəfə gəlirəm. Will-in B-si yoxdur. B variantı getdi. E-də də ought-un to-su yoxdur. Qalır cavabım C variantı. 54-ü deyin görək. Yox, səhvdir. Deməli, birdə was able to, biri götürdüm. Baxıram ki, 3-də, xeyr, 3-də able-ın to-su yoxdur. 3-lərimi atıram. B variantı. Bəli, 2 səhvdir. Have-in to-su yoxdur. Baxıram, görsən orada. 2-ni götürmədim, getdim. D qaldı, E qaldı. 4-də baxıram, had-lə to-nun arasında. Mən aparıb onu yazanda ora, had bura düşür. To da he-dən sonraya. Ortada he gəlmiş olur axı. Had-lə to-nun arasında söz girə bilməz. Səhvdir 4. E də getdi, qaldı. 5-də də ought-un to-su yoxdur bu hissədə. Qaldı 6. Kud keçibdi, görsən feili olduğu kimi saxlayıbdı. 1-6-dır variant. 55-də bu asan deyildi. Deməli, A var, baxıram, yenə də hər ehtimal cümləyə baxmalıyam. Bəzən bizi aldadır, to-nu cümlədə verir. Bəzən variantda verir. Mən hər iki tərəfə də baxmalıyım. Görürəm, boşluqdan sonra to yoxdur. A variantında able-un to-su yoxdur. D variantında ought-un to-su yoxdur. C variantında have-in to-su yoxdur. B qalır, E qalır. Had-lə to-nun arasında söz girməz. Qalır cavabım E variantı. Başqa nə baxaq? To sualının özündə yazılan 56-dadır.
Bəli, 56-da boşluqdan sonra tu gəlibdi. Özündən sonra tu istəyən modal feil hansıdır? Bəli, bu asandır. A variantı. 57-yə baxın görək. Because çünki deyir. 1-5. Bəli, 1-5. Altı. Ay sağ ol, 1-5. Necə? Bax, baxıram ki, tular oyanmağa tu ehtiyac kimi. yoxdur, bu gün bazar. Bazar günüdür bu günlərim. It is Tərcümə. Sunday. Hə. It is Sunday. Bazar günüdür deyir. Bugün today get up early. Erkən oyanmağa ehtiyac yoxdur deyir. Bir də 5. Don't have to da ehtiyac yoxdur kimi tərcümə olunur. Needn't-a bərabərdir. Don't have to bərabərdir needn't-a. 1-5 bəli. Etməməlisən. Ehtiyac yoxdur. B variantı. Deyir ki today they have to desən deyir oyanmalı. Onlar oyanmalıdır. Gərək oyansınlar. Səhvdir. Və görsən əslində baxdınız dedik ki asandır nə bilim nə. Heç nəyə çıxmaq olmur. Zamana görə getmək olmur. Heç nə yoxdur. Mən Sırf də virgüllərə falan baxıram. Sırf tərcümədir, bəli. Sırf tərcümədir. Təsdiq imkanlarında çıxa bilər. Qəşəng test. Başqa nə? Yazmalı test. 58-ə baxın görək. Yaza bilənə bəli. Bəli, yaza bilənə bəli. Nə A başlayır? səhvdir. Da bu da 5-ci sinif sözlərdir də əzbərləyək. C. Baxım da A, görün. D Nöqtədən səhvdir. postpone nə C. deməkdir? Postpone. Nə bilim. Put off, Budur. postpone, delay. Bunlar təxirə salmaq deməkdir. Deyir pis havaya görə have to belə bir Təxirə salmaq, have not, have to. bəli, have not-un arasına söz girməz. Deyir də Bəli. wilin birisi yoxdur. Bir saniyə, mən eyni niyə çıxdım ki? Yox. A getdi, D getdi. Digərləri qaldı. A getdi, Demə. E getdi. A getdi, D getdi. Hə. B, C, E variantı C qalıbdı. Hə. C. Uzlaşmaya gedir bu yoxsa? Yo. Yenə Təsdiq təsdiq inkar. bax. Birinci addımımız to-ya görə idi. İkinci addımımız zaman yoxdur. Deməli gedirəm təsdiq inkara. B Bəli. variantı inkardır, E variantı inkardır, C variantı dənə qalan təsdiqdir. variant odur. Bir dənə qalan odur, onu qoyuram, amma yoxluyuram ha yenə də. Deyir ki Hə, because of the Hər bad zaman- weather, pis havaya görə biz deyir mitinqi, iclası təxirə salmalı olduq. Bəli. Gördünmü? Baxışmayın. Bu addımlar köməyimizə gəldi. Birinci də deyir, tərcümə eləmədən də birinci addımım nədir? Birinci addım modalı işləyəndə to-larına baxıram. İkinci addımım nədir? Zamana baxıram. Üçüncü addım bu təsdiq, inkarlara baxıram, mənfi müsbətlərə. Dördüncüdə də çarəsizəm tərcümə eləyirəm. Sonra 59, Deyədim. 59-da. Çox Burnu içməməlisən. çıxırıq. Saç var. Və yenə də nöqtədən sonra Qan yo blood pressure qan təzyiqi. Qan təzyiqini artırır. Nəsə belə bir Bad, şeydir. bad for. Bu iki. Pisdir, zərərlidir. Bax, drink Onda gəlibdi, eydir tusu da. yoxdur. B Eydir, variantında eydir. həbin tusu yoxdur. Qalanlar İncə qaldı. deyil. Və görsən Evet. zamana gedirəm, itiz deyibdi, itiz deyibdi. Zamanlar da hamısı indiki zamandır. Görürəm hamısı indikidir. Deməli ikinci addım da kömək eləmədi. Gedirəm üçüncü addıma. Təsdiq inkar. A təsdiqdir, D təsdiqdir, C Deməli- təsdiqdir, E inkardır. Üç təsdiq olanda bir inç olanda. Üçü təsdiq, bir inkar. Yəni tək olan nədirsə onu götürürəm. E variantı. Deyir ki, you shouldn't drink so much coffee. Çox deyir, kofe içməməlisən deyir. It is bad for your blood pressure. Sən deyir qan təzyiqin üçün zərərlidir. Bəddən tutdum ki, nəsə pisdir. Məsələn, orada bədi lazım olar 11-ci siniflərə. Orada bədi dəyişə bilərsən harmful-la. Zərərli, bəli. Nəyə bax? Bədi qudu bu formada olanda sağlamlıqla zərərli, zərərsiz kimi tərcümə edirik. Yaxşı, pisdir demirik də. 60-da 3 getdi, 1-5. 4 getdi. D variantı. Bəli. 4-də oltun tusu yoxdur. 3-də həblə tu'nun arasına söz girməz. 2 dənə şeydir. Biri Çünki beş- indi Beşin tərcüməsiz. hepsini 1 inkardır, 5 inkardır, İkidən beş 2 mi? təsdiqdir. təsdiqdir. Eyni Deməli, çıxır. bir cümlənin daxilinə 2 dənə cavab yazmalıyamsa, ikisi də eyni şey olmalıdır. Bu da olacaqdı 1 ilə 5 D variantı. Deyir ki, bu avtobus pulsuzdur. Sən bilet almamalısan. 1 ilə 5. 1 ilə 5. 61. Deməli, 1 düzdür. 2 Bu səhvdir. iki yetdi. yoxsa düzdür? Yo düzdür. Biz to məsələsinə araya söz girməz. İki, dörd. Have Beş to, getdi. has to, has to. Have Bir to. də Beş, need-də altı. demiş. 2-4. 5-6 getdi. 5-dən 6, hə. 5 getdi bəli. Tosu. Bax 5-dən baxıram 6 boşluqdan getdi. sonra. Hə, təsdiq inkara baxaq. O otun tusu yoxdur. Şutdan sonra tu Bir gəlməz. getiririk. 1 3-dür müəllim. 2-4. 2-4.
Təsdiqdə axı. Nə olsun? Axı bir elə yox. 1 müsbət, 2 mənfi, 3 müsbət, 4 mənfi. Mən onsuz da 2 dənə cavab seçə bilirəmsə, müsbət də seçə bilirəm, mənfi də seçə bilirəm. Bu mənə kömək eləmədi ki. Ona görə tərcüməyə ki. Bəli, təhlükəli ərazidə deyir. Turistlərin ora girişinə icazə yoxdur. Yəni girməməlidirlər. 2 4 D variant. Yaxşı, başqa cür baxım görüm, başqa cür nə edə bilərdik? Bax 5-i çıxıram. 5 getdi. 6-nı da çıxıram. 1 ilə 3 qalıbdı. 1 3. Mən baxıram. 2 4. Hə, dedim bəlkə variantı elə qurubdu ki, təsdiqlə inkarı qatışdırıbdı. Yox, elə Yox, deyil. dedim ki, 2 dənəsi. 4-dən Hə, 3 2 2. Hə. Danıza düşməyə. Deyirəm də yenə də çarəsiz vəziyyətinizdə kömək olacaq bir şey. Əslində burada nə var ki, bu tərcüməli çox asan bir şeydir də. Dangerous, təhlükəli deməkdir. Onsuz da mən qrammatikalar deyirəm ki, tərcümə eləyin. Tərcüməsiz testi yazmaq mümkün deyil. Etməliyik də bu qədər söz əzbərləyiriksə, onsuz da etməliyik. Turistlər deyir ora gərək getməsinlər. 2 getməsinlər. 4 2 4 D variantı. Başqa. 62. Tudursa Eydi elə müəllim. Tü. Should getdi. Will'in B'si yoxdur. Must getdi, C getdi, E variantı. Basan dedi. Müəllim video uzatmaq istəyirəm. Elevator. Elevator nədir? Nə? Elevator liftdir. Lift. Amma burada məcazi mənadadır da. Deyir ki, there is no elevator to success. Uğura deyir, müvəffəqiyyətə gedən bir lift yoxdur. Yəni qısa bir yol yoxdur da. You have to take the stairs. Bəli, pilləkənləri addımlamalısan. Yəni çaba sərf etməlisən. Çalışmalısan. Qısa yoldan uğur yoxdur. Bizə söz olmaq istəyirəm. Qəşəng testdir, bu da qəşəng. Ümumiyyətlə Nərgiz çox qəşəng testlər tərtib edir. 63. Hərçi. Hə, bu asandır da. Bəli, tu getdi, qaldı cavabım C variantı. 64-də. 64-də də şey. Adı bəli. Deməli, tu gəlibdi, D getdi, Will'in B'si yoxdur, must getdi, can getdi. Tomorrow nə deməkdir Ayxan? Bunu gələcək. Sabah, gələcək zaman A variantı, sabah. B variantı olmaz, variable, keçmiş zamandır. 61, variable to, bəli, müqtədam cəmdir, çünki students. 65-də. A getdi, yox, bu getdi, C getdi. D getdi, A getdi, qaldı E variantı. A-da niyə qaldın ki? Have-in tusu yoxdur axı. Have-in tusu yoxdur axı. Heç verə də bilmirəm, çünki every month'da, every'nin birləşmələri indiki zamandır. 200-ün sonrasına baxayırsan. 200-dən sonrasına baxaq. Bu baxım görüm biraz çətin testlər var. Yox. Bax. Yox, içəridə Səfərimizə arasında. baxmalıyıq biz 200-dən sonra. Baxacaq. Dediniz, bu video deyir uzansın. Sən demədin ki, testləri belə bir cür yazmışam, dəqiq yazmamışam. Yadıma Burası dedin, hansını deyir, düz Təklifi deyən odur, sonra da fikri danan da odur. Sən Yaşar İndi 82-ni tapıyorum. Sıfır Bir video uzansın. Neyinəm ki, videonun dəqiq oldu nədir? 25 dəqiq oldu nədir? 82. Allah, nə söz bazdılar 3 bunlar. getdi. 3-lər çıxın, heç kim deməz. Neçə baxın? 82-ni deməyə çalışırıq Ayxanla. 4-5. 4-5. Bax, niyə dedin? Mən tafasıyım. Hə, nə istəyirəm qoçaq. Qoç dediyin cəzasını çəksin də. Birə baxsın, birə səhvini desin. 83 desin, 83. Mən deyim. Deyim də nə var? Səhvini desin. Deməli, 1-1. qoltuqsa məsələn elə 5 getdi. Bu 5-lə çıxım. Çıxdıq. Deməli 2 4-də silə baxaq ki. 4 getdi. 2 götürdük. Yox, biz götürdük. Aha, götürək. Birdən Biri 2. götürdünüz, ikinci götürdünüz. Adı variantı yaxşı qrupda 3-dən 4 yoxdur, eyni variantda. Ona görə. Əslində orada mən o terrible sözünə görə onu ilişdirmişdim ki, getsin terrible tapsın görüm, axtarsın görüm. O da variantı Nərgiz elə qrupdur ki, rahat yaza bildi. Terrible nə deməkdir? Terrible Bərbad, dəhşətli. Deməli deyir ki, yemək bərbad idi, terrible. Qorxunc mənası da var da. Amma indi burada yemək qorxunc olmayacaq da. Dəhşətli, bərbad, pis idi deyir. Biz ora, sən ora deyir, getməməlisən. 1 ilə 2 E variantı. E variantını görmürəm burada. Sonra ən çox uşaqlar çaşır, məsələn, 90
var. Bax o tipli testlərdə Tapıram. uşaqlar çaşır. Tap görək. Mən orada çaşmışam. Bir səhvdir. Çox çaşmışam. Bir səhvdir. Ondan sonra Bəli, səhv. Deməli, bir də Able-un tools yoxdur. Özü də deyir video. Mənə hələ burada lağ eləyir. Video ay uzansın. Allah girmədi. Allah diyəcəm. Able-un toolsu yoxdur. Əsas Həzz məsələ gördüm. birlərim getdi. A getdi. Dayan. A getdi. C getdi. Sonra. Bəs ona görə deyirdim ki, hamı çaşır bunlarda. Həvin toolsu yoxdur. Həz hanı həzdir orada? Em həzz Həzz deyə arasında söz girməz. Zaten həz olsa da səhv idi. Nə ki? Niyə ki? Araya İzah söz eləyirəm, girməz. bax da video uzansın. Hamısında İzah eləyirəm, video uzansın. Aha, 5-də həvin toolsu yoxdur. E variantı da getdi. Qalan qaldı. 3-ə baxıram, variable-u götürdüm. U ilə də ola bilər. Sonra 6-nı da götürdüm. Məsələ nədir? U ilə voz ola bilməz, quruluş düz olsa belə. D variantını çıxdım. Yaxşı, voza baxa bilmədim. Ağlım kəsmədi. 4-ə baxıram. Həd aparıb yerinə qoyanda həd bura düşür, tu da bura düşür. Arasına söz Hədlə girir. tu'nun arasına söz girmiş olur. 4-ü də ona görə çıxıram. Qalır 3-dən 6. 7-ni də çıxıram, koddan sonra tu işləməz. Başqa. Gördünmü Ayxan bəy? Testlər çətindirlər. 92 çox qəşəngdir. Xeyir deyirik. Səhv deyir, xeyir deyirik yenə də. 92. Tapın görək. Nobody. Allaha şükür ki, biri ona fikir verdi. Nöqtədən sonra tu gəlməyib. A variantı getdi. E variantı həvlə tu'nun arasına söz girməz. İkinci tərəfdə able-un to'su yoxdur, görürəm. Qalan B ilə C variantı qaldı. Cümlədə nobody, inkarlıq var. Bir cümlədə 2 inkar olmaz. B variantı getdi, qaldı cavabım C Mən variantı. o 200-dən sonra testlərdə so qoymuşdular. Qəşəng, Bəli. qəşəng. Birinci Gedək. səhv yazmışdım, sonra qarşımda Aha, biraz gedək görək. Bəs axtaraq. Biraz axtaraq, Zorları. çətinlərini axtaraq da. 113-ə baxın görüm. 113 Film var. Bəli, Hada iki bu- tərəfdən olsun. Qalan 3 variantdan. A variantında o-dan sonra to gəlməli idi. D variantında want be olmalı idi. B variantında have to. E variantı need ilə to'nun arasına söz girməz. Qalır cavabım C variantı. Ay müəllim, bəs necə oldu ki, when-dən sonra will gəlibdi? Niyə gəlib orada? Orada Bir baxın görə when-dən sonra necə ola bilibdi ki, will gəlibdi? Axı Nə deyirəm ki, sandın? heç bir halda gələ bilmirdi. Mən bil gördüm. Ayda Vennes. Aha, Amma görə bil yox deyəndə. dedim getsinlər. Əziz vətəndaşlar, orada ona görə when-dən sonra bil Əsas gəlibdi ki, bildiyi. o tamamlıq budaq cümləsidir. Budaq cümlələrdə niyə bilmirik ki, Mənim baş cümlə sağlayır. tamamlamada keçmişik. Müəllim baş salmışdı. Necə yəni? Yəni. Arxa, hal-hazırda sən ictimaiyyəti yanıldırsan. Yanlış bəyanlarla. Yox, əslində həqiqətən izah eləmişik bunu. Cümlə tamamlamada complete the sentence-də. O Niyə nədir? bilmirəm. O nədir? Niyəsə elə yadda saxlamışam onu. FTF nədir? O nədir? Feil tamamlıq, feil belə bir şey olaraq yadda O, saxlamışam. İş bu orasındakı complex object-dir. Mən complete the sentence deyirəm, cümlə onu tamamlamaq. deyirəm də. Əlaqəsiz bir şeyi bununla. Elə yadda salmış. Deyir ki, I can tell you. Sən deyir, mütləq dəqiqliklə deyir, deyə bilmirəm ki, deyə bilmirəm. Nəyi? When I will come. Nə zaman gələcəyimi? Görsən demir gələndə mənə denən, anda əndə demir. Zaman budaq cümləsi deyil. Deyir nə zaman gələcəyimi? Nəyi? Tərcümə. Tamamlıq budaq cümləsi. Bəli. Tərcüməsi çıxmış yoxsa bir şey. 116-nı deyin görək. Dəqiqə. 116. D getdi. Cıdır, D müəllim. getdi. E səhvdir. Bıdı. Həvən to'nun arasına girməz Adı. işinə. Adı da müəllim onda. Mən 115-ə baxıram mən. Adı. 115. Sağ olun. Sağ olun. Allah. Sağ ol. Ayxan, nəyə gülürsən? 116-da. B variantında have-lə to'nun arasına söz girməz. C variantı should-dan sonra to gəlməz. E variantı ought-un to'su yoxdur. D variantı have-in to'su yoxdur. A variantı may I bring my friend to the party? Dostumu deyir, partiyə gətirə bilərəm, icazə istəyir. Mən 15 deyim. 7. Şudla to'nun arasında A gəlib da. Onun nəsə baxaq deyə bilər. İki arasında söz gəlir. Yox, should-dan sonra to gəlmir. Bir şey gəldi. Bundan sonra tu işlənə bilməz. Should-dan sonra to gəlmir.
arasında ay yoxdur. Məsələn, Nasıl? Deyirəm şutu ilə işləmir axı. şut şey. İstəyir arasında nəsə gəldi, gəlmədi. Hə, yaxşı. Şuradan xırla tutur. Şuradan sonra tu gəlməz. Məsələn 132. Dəqiqə. 32. Şöyle bakalım. Nədən? C variantıdır. Niyə? Çünki Biz bat var yemədik. orada. Batdan sonrası təsdiqdir. Ben başka Deməli şey- batdan əvvəl inkar olmalı. Sən başqa şeyə görə. Aha, batdan əvvəl inkar olmalıdır. A gedir, D gedir, B gedir. Və burada köməkçim daz olduğuna görə mastın köməkçisi ilə mastın özüdür. Qalır C variantı. Onu Don't çıxmağı have to. bacarmışdım. Onları Don't çıxmış. have to deyə bilərsiniz. Kimsə deyər ki, ay müəllim, necə olur Gəl ki, zamanı orada işlənir. birinci tərəfdə durmamalısan deyir bu sabah erkən. Ay zaten orada heç bir gələcəklə bağlı bir şey Tomorrow. yoxdur axı. Yox, tomorrow-nu bilirəm. Variantda gələcəklə bağlı modal Bilmirəm. yoxdur axı. Orada deyə bilərsiniz ki, nə oldu? Bəs daz veribdi, mən gəldim orada do götürdüm. Orada mənim mübtədan birinci tərəfdə ay olduğuna görə ay don't-la işlənəcək. Amma ikinci Orada tərəfdə sister. sister, qadın cinsi kişi olduğuna görə daz veribdi. Yəni onun fərqi yoxdur. Əsas məsələ siz fikir verin ki, dazla do-nu dəyişib did eləməyim. Yəni zaman dəyişməyim, amma do-nu dəyişib daz edə bilərəm. Dazı Başqa. dəyişib do edə bilərəm. Baxaq da Ayxan bəy sizin üçün baxaq görək başqa nə var. Şimdi biz buradan seçmə Çıxaq suallarından buradan. axıra kimi gedək. Hə, 200-ə kimi yox, 200-ə. Da çatırıq da onsuz da. Nə Bəli. deyirəm də mən 130. Bir saniyə nəsə görmüşdüm bəy orada. Gözüm görmür. 46. 142. Baxın görək 142-yə. Tamam. Stat qrupu amma C-dir mənim. variantı. Kəşki belə stat qurmaz. C-dir. Able-ın tusu yoxdur. Bəli. Able-ın tusu yoxdur. E-də B-si yoxdur. Yenə tusu yoxdur. Məsələn, bunu qəşəng biraz da sizə çaşdığım tərcümədir ki, vizasız bu ölkəyə daxil ola bilməzsən. Bilməzsən. Məsələn, bir variantda kəşki kəm verərdi, bir variantda da. Qalardı çabalaya. Aha, 143-də. Tu ver. Bu da sat deyək. Bir şey yok. Təbriklər, sat E-də. dediniz. E-də bu. Adı. O heç Az olmaz. masdan sonra. Tu. Hə, Masdan mas. sonra tu işlənməz. Kuddan sonra tu işlənməz. Kuddan sonra tu işlənməz. Budur, Baxın bəli. görüm indi. İkisi də düzdür axı. Testdə səhvlik B var. yoxdur, B. Necə Voz yoxdur B-dir. var axı? Voz B-də Voz voz B olmaz. olmur axı. Will-də B olur. Verdim değil mi müəllim? B dedin. Biri inkarda bir təsdiqlədir. Keçmiş. Anı keçmiş. Seyid. Ay sağ ol. Mary said baş cümləm keçmişdədir. Budaq cümləm keçmişdə olmalıdır. E variantı. Necə yəni? Demirsiniz ki, B ilə necə yəni? Baxaq görək başqa nə var. 157. Deməli, Niyə biləsən A bu testdə? getdi. Tu, C müəllim. Bir tərəf təsdiq, bir tərəf incamı. Niyə nəyə dayanaraq? Bir A var variantında o-dan sonra tu yoxdur. E variantında bilin B-si yoxdur. Digərləri qaldı. Deyir ki, my grandmother walk for a long time. Uzun müddət deyir. A, D tusun çıxdım. Qaldım B ilə C-nin arasında. Dönüm təsdiq Walk. müəllim. Able-ın tusu yoxdur, axı heç ona baxmamışıq. B ilə C variantı qaldı. Deyir ki, birinci tərəflər, ikinci tərəf ikisi də təsdiqdir. İkinci tərəf. Sən nə ilə gedə bilərsən? Birinci tərəfdə kod keçmiş zaman vermisənsə, ikinci tərəfdə keçmiş verməlisən də. Must indiki zamandadaq. Qalır cavabım C variantı. Mənim təsdiq Tərcümə də eləyə bilərsən. My grandmother couldn't. Yox, sənin təsdiq inkar verməyin üçün heç bir səbəb yoxdur axı. Vergül var da. Nə olsun, vergül olan yerə elə hər yerə sən təsdiq inkar verə bilməsən axı. O, sual cümlələrində idi. Vergüldür, axırda sual işarəsi gələrsə. O disjunktivin quruluşudur. Bu təsdiq cümlədir. İstəyirəm bir tərəf təsdiq. İstəsəm ikisini də inkar verə bilərəm. Mənadan nənəm deyir uzun müddət, uzun zaman deyir, piyada gəzə bilmədi. Ona görə də biz deyir, tez-tez taksi tutmalı olduq, taksiyə minməli olduq. Olur C variantı. Gedək 200-dən sonra.